Selamünaleyküm əziz izləyicilərimiz. Deməli, Dədəqorqum qəsəbəsində belə bir üz görünüş olan 2 mərtəbəli həyət evi çıxıb satışa. Həyətimizin buralarını göstər. Demək, 10 sot torpaq sahəsini içində inşa edilib həyətimiz. Gəlin. Gördüyünüz kimi həyətimizdə ard-arda 3-4 maşın daxil olur. Burada su çayı inşa edilib həyətdə. Həyətimizin bağ sahəsi ilə həyət sahəsi ayrılır. Burada çəkicərini sanitar qovşağı inşa edilib həyətdə. Burada bağ sahəsinin içində yay tövləsi inşa edilib. Bağımız da 2 göz qabağındadır. Buyurun, baxın. Bu da evimizin üz görünüşünü göstər. Üz görünüşünü göstər. Burada demək, bayırda yay mətbəxi inşa edilib, gördüyünüz kimi. Daxil olur evimizə. Selamünaleyküm. Burada evimizdə geniş bir proxorcudur. Baxın, evimizin sənədləri tam qaydasındadır. Mülkiyyət çıxarışdır. Burada birinci mərtəbədə yerləşir evimizin anabazılar nəzərində geniş bir mətbəxi. Buyurun, baxın, göstər. Çıxırıq buradan. Burada evimizin birinci mərtəbəsində sanitar qovşağı, ayaq yolusu ayrı, hamam otağı da ayrı aralıqda inşa edilib. Burada birinci mərtəbədə bir yataq otağı, qonaq otağını göstərdik sizə, yoxsa göstərmədik. Burada isə evimizin altında qaraj inşa edilib. Gel. Buradan çıxdıq, işıqlar söndürə bilərik. Qalxırıq evimizin ikinci mərtəbəsinə. İkinci mərtəbədə yerləşir burada geniş bir qonaq otağı. Qeyd edim ki, gördüyünüz əşyalar bəziləri evimizin qiymətinə daxildir. Yəni başlamaq. İkinci mərtəbəsində burada bir otaq, uşaq otağı. Gəlin bu yana. Burada ikinci bir yataq otağı. Buyurun, baxın, göstər. Burada isə üçüncü bir yataq otağı inşa edilib. Sağ olun, Allah alını da xeyir versin satana da.